toplayaq. Biraz məntiqli sualdır, amma bir neçə dəfə oxuyandan sonra əsas da sözüm şagirdlərədir. Şagirdlər çətin olmur. Cümlələrin çox olduğuna görə biraz qorxulu suala oxşuyur, amma qorxulu deyil. Yazıb ki, 14 nəfərdən ibarət bir qrup tələbə əyləncə məqsədi ilə Luna Parka gedir. Onlardan hər bir Luna Parkda ən çoxu 2 karuselə mindi. Yəni 2 dənə karusel var. Bu karusellərin hər biri üçün ödəniş 8 manatdır. Və 2 karuseldən istifadə edənlərə ikinci karusel üçün ödənişdə 25% endirim tətbiq edilir. Yəni 2 karuselin bir şagird, bir insan istifadə edəndə birini tam ödəyir, ikincisini 75% ilə ödəyir. Bu deməkdir. Sonra da sayıları verib. Sayıları oxuyanda görürsən ki, birinci karusel və ikinci karuselin ortaq istifadə etdiyi şagirdlər varmış. Yəni şagirdlər hər ikisindən də istifadə edirmişlər. Oxuyaq. Deməli, ümumi 14 nəfər varmış. 8 nəfəri birinci karuseldən istifadə edirmiş. Bura 8-dirsə, Euler-Venn diaqramını doldurmağı hər kəs bilir. Onda buna nə qalır? 6. İkinci 9-dursa, bura qalır 3. Birinci 8-dirsə, burada 5 qalır. Yəni, bundan nə anlaşılır? Yalnız birinci karuseldən istifadə edən 5 şagird varmış. Yalnız ikinci karuseldən istifadə edən təkcə 6 şagird varmış. Hər iki karuseldən istifadə edən 3 şagird varmış. Yəni, ümumi baxanda bileti alıblarsa, bilet 5, 3, 6 deyil ha. Yəni, 14 dənə bilet yoxdur. Niyə? Bunlar tək biletdir, bunlar 2 dənə biletdir. Niyə? Həm birinci üçün bilet alırlar, həm ikinci üçün. Bax, burada məntiq var ha. Burada 3 dənə bilet yoxdur. Biletdən danışırıq. Neçə dənə bilet var? 6 bilet. Bax, burada diqqətli olmalısınız. Ona görə belə eləyəcək. Bax, burada və burada hərəsini tək alır da. Yəni, hərəsi üçün 5 dənə buradan bilet alır, 5-6 dənə də buradan. Və 3 dənə də təkcə hələ birincidən alsın. Onda bunlara nə qədər verirdi? 8 manat. Və yaxud da belə deyək. 5 o da 6. 11 dənə biletə tam ödəyirdi. Gəlirdi bu 3 dənə bileti birinci karusel üçün tam ödəyirdi. İkinci karusel üçün, bax bu ikinciyə düşür. İkinci karusel üçün bu 8 manatdan 25% az. Yəni 75%, o da 4-də 3 eləyir. Yəni 6 manatdan ödəyirdi. Diqqətli olun. Bu birinci karusel üçün 3 bilet aldı. 3 dənə uşaq. Həmin 3 uşaq ikinci karusel üçün də bilet alıb. Amma onu neçə manatdan ödəyəcək? 6 manatdan. Yəni 8-in 25% az. Bunu da hesablayın. Hesablamışıq biz lövhədə 130 manat eləyir. Anladınız?